Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed. Bu dünyada hamıya, ahiretin günü ise yalnız ve yalnız iman sahiplerine merhamet göstereceği Allah Teala'nın adıyla başlayıram. Allah'ın salam ve rahmeti olsun, alemlere rahmet olarak gönderilmiş aziz peygamberimize ve pak ehli beytine, müqəddəs imamlarımıza, hansılar ki Allah Teala onları bütün çirkinliklerden uzak etmiş ve tertemiz, pakize karar vermişti. Allah'ın salam ve rahmeti olsun, zamanımızın imamı, Allah'ın hücceti, yeryüzündeki nuru ve delili, ağamız ve Mevlamız İmam Zaman aleyhisselama. Allahümme salli ala Muhammed. İmam Sadık aleyhisselam bir mübarek kelamında belə buyurur. Metlubatun nas fid dünyel faniye erbe'e. İnsanların bu fani dünyada tələbləri, axtardıqları 4 şeydir. İnsan keçəri bir dünyada yaşayır. Həzrət öz kəlamını məhz fani dünya kəlməsi ilə başlaması bizim dünyaya baxışımızı formalaşdırır. Çünki dünyaya baxışı düzgün formalaşdırmasan, bu zaman o alt mərtəbədə deyəcəyin bütün sözlərin əhəmiyyəti itir. Gərək birinci dünyaya baxışını düzgün formalaşdırasan, ondan sonra onu təməl qərar verib, onun üzərində digər fikirləri inşa edəsən. Amma baxış düzgün formalaşmasa, onun üzərində deyilən sözlər də etibarlı söz olmaz, inandırıcı söz olmaz. Bizim dünyaya baxışımız nədən ibarətdir? Ümumiyyətlə, insanların dünyaya 2 baxışı vardır. Bir baxışı fasik və kafirlərin baxışıdır. Həmin baxış bundan ibarətdir ki, Quran onların barəsində belə buyurur. Bizim həyatımız yalnız ibarətdir dünya həyatından, nəmutu və nəhya, ölürük və dirilirik. Yəni, insan həyat olaraq yalnız və yalnız yaşayır bu dünyada. Bu dünyada biz varıq. İndi nə cür əməli gəlmişik? O ayrı bir söhbəti mövzusudur. Biz burada varıq və öləcəyik, yox olub gedəcəyik. Bu bir baxış bucağıdır. Təbii ki, öz baxışlarını bu formada müəyyənləşdirmiş insan dünyadakı hərəkətləri fərqli olacaq. O fikirləşəcək ki, mən nə yolla oluramsa olum, bu dünyada mən bu dünyanın ləzzətlərindən faydalanım. Onun başqa fikri olmayacaq. İkinci baxış dini baxışdır. Din deyir ki, xeyr, dünya Əleyhisselamın təbiricə leysə daru məqərrin, bəl daru məmərrin. Dünya məqər, qalıcı yer deyil, bəlkəm keçici yerdir. Bizim həyatımız var. Biz bir dəfə yaranmışıq, bir daha heç zaman yox olmayacağıq. Yoxluq bizdən əbədi olaraq aralı düşdü. Biz bu dünyadan əbədi bir həyata köç edəcəyik. O həyat bu həyatın davamıdır. O həyat bu həyatdakı qazancların, necə deyərlər, biçin yeridir. Və bizim həyatımız yalnız burayla məhdudlaşmır. Bura fanidir, keçicidir. Biz əbədiyə bundan sonra keçəcəyik. Əgər biz
fikrimizi bu formada formalaşdırırıqsa, necə ki İmam Sadiq əleyhissalam da məhz sözünün başlanğıcında buna işarə edir. Deyir ki, insanların keçici dünya həyatında axtardıqları 4 şeydir. Birincisi, əl-ğina və-də'a və qillətul-ihtimam vəl-izz. Birincisi varlı olmaq. Bütün insanlar bu dünyada varlı olmaq istəyir. Maddi cəhətdən ehtiyaclarının ödənilməsini istəyir. Bu bir. İkincisi, əd-də'a. Də'a, yəni asayiş istəyir. Yəni, onu narahat edəcək işlər istəmir. Məsələn, deyir ki, canım sağlam olsun, malım yerində olsun, məni narahat edəcək təhlükəli işlər mənim çevrəmdə olmasın, qonşularım sağlam insan olsun, dostlarım sağlam insanlar olsunlar, mənə bəd xəbər gətirəcək işlər həyatımda olmasın. İnsan bu həyatda ikinci olaraq bunu istəyir. Üçüncü nə istəyir? Üçüncüsü, qillətul ihtimam. Qillətul ihtimam, yəni çox məni narahat edəcək məsuliyyətlər üzərimdə olmasın. Yüküm az olsun. İhtimam, yəni yüküm az olsun. Dördüncü nə istəyir? İzzət istəyir. Vəl-izz. İzzət. İzzət nə deməkdir? İzzət, yəni hamı məni əziz görsün. Hamı məni hörmətli görsün. Hamı məni möhtərəm görsün. Kimsə məni zəlil görməsin, mənə yuxarıdan aşağı baxmasın. Hamı mənə yuxarı baxsın, aşağı mən görsənməyim. İnsanlar bu keçici dünyada bax bu 4 şeyi axtarır. Varlılıq, asayiş, təhlükəsizlik. Üçüncüsü, qillətül ehtimam, yəni çox yükün olmaması. Dördüncüsü, hörmət, izzət axtarır. Tamam. Buna necə nail ola bilərik? Buna nail olmağın yolları nədən ibarətdir? İmam Əleyhisselam bir-bir sadalayır. Fəəmməl ğina. Amma varlılıq. Varlılıq necə hasıl ola bilir? Fəməvcudun fil qənaə. Varlılıq qənaətlə gəlir. Fəmən tələbəhu fi kəsrətil mal ləm yecidhu. Kimsə varlılığı çox mal cəm etməkdə axtarırsa, heç vaxt varlı olmayacaqdır. Çox mal cəm etməklə varlanmaq olmaz. Varlılıq yalnız qənaətlə hasil olur.